Təbii ki, bu oynaq xəstəlikləri də böyük bir bəladır bizim insanlarımız üçün. Mən xanımdan çəkisini soruşmadım. Ən çox rast gəlir kilolu adamlarda, çəkisi çox olan adamlarda. Orada da bilirsiniz ki, oynaq balaca, kiçikdir, ölçücə. Yəni insanın 155 kilo çəkisi olur, 140 kilo çəkisi olur, oynaq da kiçik bir oynaq, onu götürə bilmir. Və təbii ki, orada o oynaqların da yeyilmə əmələ gəlir, mayenin azalması əmələ gəlir. Bütün hallarda iltihab əmələ, bütün hallarda da nə olur? Ağrılar əmələ gəlir. Və bu ağrı nəyə gətirir? Ağrı olanda da yerimir. Yeriməyəndə nə olur? Oynaq bitir. Lor dilində isə bitir. Deyir doktor, oturub qalxan kimi deyir, şaqqıltıdan deyir, bilmir, qulağım tutulur deyir. Sən əksinə dayanmadan ağrısa da yeriməlisən, velosiped sürməlisən, idman əyilib, ən az əyilib qalmalısan. Heç nə yoxdur. Əyilib qalxıb gündə 30 dəfə, 3 dəfə gündə 30 dəfə qalxıb bir yerdən tutub əyilib qalsan, sənin o dizlərindəki o səs əmələ gəlməyəcək. Ancaq əmələ gəlibsə, orada da yenə də çox gözəl effektləri verir arı zəhəri. Mən hər şeydə deyirəm. Deyirəm, Allahın insana verdiyi nömrə bir müalicə arıdır. Arının da içində birincisi, arı məhsullarının içində birincisi arı zəhəridir. Sidik qaçırmalar nə qədər insanlarımızın problemidir, xüsusilə qadınların problemidir, xanımların problemidir. Orada da arı zəhəri ilk gündən effekt verir. İlk gündən nöqtəsinə düz vursa effekt verir. Və çox xeyli insanları xoşbəxt edirik o baxımdan.